onları yaxaladı. Həqiqətən o, böyük bir günün əzabı idi. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. Həqiqətən sənin Rəbbin qüdrətlidir, rəhimlidir. Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu sadiq ruh Cəbrail indirdi sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan. Bu Qur'an açıq aydın ərəb dilində nazil edildi. Şübhəsiz ki, o keçmiş ümmətlərin kitablarında da xatırlanır. Məyər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi? Əgər biz onu ərəb olmayanlardan birinə nazil etsəydik və o bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər. Biz küfrü günahkarların qəlbinə belə salırıq. Onlar ağrılı acılı əzabı görməyənədək ona inanmazlar. O əzab onlara özləri də hiss etmədən qəflətən gələcəkdir. Onlar deyəcəklər, bizə möhlət veriləcəkmi? Yenə də mi əzabımızın tez gəlməsini istəyirlər? Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək, sonra vəd olunduqları əzab onlara yetişsə, onlara nəsib olmuş firavanlıq əzabımızı onlardan dəf edə bilməz. Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik. Xəbərdar edənləri də öyüd nəsihət vermək üçün göndərdik. Biz əsla zalim olmamışıq. Qur'anı şeytanlar endirmədi. Onlar buna layiq deyildilər və bunu bacara da bilməzlər. Çünki onlar vəhyə qulaq asmaqdan kənar edilmişdilər.